Artıq məlumdur ki, qonağımız kimdir? Nevroloq Jalə Qarayevanı salamlayıram. Xoş gəlmisiniz, doktor. Xoş gördük yenidən. Necəsiz? Sağ olun, yaxşı olasın, mən yaxşıyam. Hər zaman yaxşı olasınız və siz yaxşısınızsa, demək ki, bugün bizim izləyicilərimiz də həm faydalı məlumatlar əldə edəcəklər, həm də çox maraqlı bir test edəcəyik Jalə xanımla bərabər. Mən də qoşulacağım bu testə. Yaddaş, unutqanlıq testi. Necə adlandırırsınız, adlandırın. Əsas məsələ odur ki, bu test bizə çox vacib məlumatları verəcək və özümüzü tanımağa kömək edəcək. Ona görə diqqətlə bizi izləyin. Jalə xanım bilirsiniz ki, uzun illərdir bu sahədədir və Ankara Qazi Xəstəxanasının Nevrologiya kafedrasında uzun müddət fəaliyyət göstərib. Həmçinin Müdafiə və Səhiyyə Nazirliyi nəzdində olan bir çox özəl və dövlət xəstəxanalarında çalışıb. Təcrübəli həkim nevroloqdur. Böyüklər və uşaqlar da ona müraciət edə bilərlər. Böyüklərdə panik atak, depressiya, müxtəlif növ fobiyalar, qorxular, baş ağrıları, migren, baş gicəllənmələri, yuxu pozuntuları, yaddaş problemləri, beyin qan dövranı pozğunluqları, epilepsiya və qıcı olmalar, həmçinin uşaqlarda qorxular və emosional pozuntular, yaddaş və qavrama problemləri, nitq problemləri, yaddaş zəifliyi, kəkələmə və tiklərlə də bağlı Jalə xanıma müraciət edə bilərsiniz. 050-363 1002 onun əlaqə nömrəsidir, qəbul nömrəsidir və həmçinin Instagram səhifəsini də ekranda görürsünüz. Mən istəyirəm ki, tamaşaçılarımız qələm və belə bir kağız hazırlamalıdırlar. Onu hazırlayana kimi biz mövzumuza keçid eləyək. Siz hələ ki bunları hazırlayın. Ötən dəfə də Jalə xanımla etdiyimiz test çox marağa səbəb olmuşdu. Düşünürəm bu dəfəki daha qlobal bir problemdir, unutmaq. Bəli. Unutmaq özü qlobal problem. Müasir dövrün bir problemi. Bəli, demək olar ki, hər birimizə aid bir problemdir. Siz hazırlayana kimi biz bir yaddaş zəifliyi barəsində giriş edək. Ondan sonra testi elan edəcəm. Siz də qoşularsınız. Doktor, ümumiyyətlə yaddaş zəifliyi nədir? Yaddaş belə deyim, yaddaşın özü beynin ən vacib funksiyalarından biridir və beynin məlumatı qəbul etmə, məlumatı saxlama və geri çağırma qabiliyyətidir. Yaddaşın mərhələləri var Günay xanım, 3 mərhələsi var. Kodlaşdırma, birinci olaraq məlumat daxil olur və yazılır. Beyinə yazılır. İkinci, saxlanma, məlumat qorunub saxlanılır. Üçüncü isə geri çağırma mərhələsi. Yəni bizə ehtiyac olduqda, lazım olduqda o məlumatları geri çağırırıq və tam olaraq yadımıza düşür. Və yaddaş zəifliyi nədir? Müxtəlif səbəblərdən yaranır yaddaş zəifliyi. Əsas səbəbləri öyrənək. Əsas səbəbləri çoxdur. Nevroloji səbəblərdən danışsaq, birinci, beyin qan dövranı pozulması, insult sonrası, beyində hər hansı bir üzvü patologiya, törəmə olsun, başqa problemlər olsun, kəllə beyin travmaları ola bilər, təsir edə bilər. Sadə stres, yuxusuzluq, yorğunluq təsir edə bilər yaddaşa və yaxud depressiya, bu da günümüzün aktual problemlərindən biri. Depressiya, anksiyete də yaddaş zəifləməsinə, unutqanlığa gətirib çıxara bilər. Müxtəlif hormonal problemlər unutqanlığa gətirib çıxara bilər. Həmçinin bəzi dərmanların yan təsiri olaraq yaddaş zəifləməsi də görə bilirik. Müxtəlif mineral, vitamin çatışmazlığı, hormonal problemlər dediyim kimi yaddaş zəifliyinə gətirib çıxara bilir. Bir də bəzən bilirsiniz nə olur? Nəsə söz, ifadə axtarırıq və yaxud da onu söyləmək istəyirik. Deyirik, adı dilimin ucundadır sanki, amma səsləndirə bilmirəm. Bu beynimizdə hansı proseslərin getdiyini göstərir, doktor? Belə deyim də, bu çox rast gəlinir. Adı dilimin ucundadır və yaxud nə idi adı, xatırlaya bilmirəm və yaxud otağa girirəm, nə götürəcəyimi unuduram. Bu adlanır tip of Z fenomen, yəni dilimin ucundadır. Belə bu şəkildə deyirik. Bu nə deməkdir? Yəni bu problem əslində yoxdur burada. Çünki biz onu sonradan yadımıza salırıq. Sadəcə geri çağırma bloklanır. Geri çağırma mərhələsində yaddaşı geri çağırma müəyyən səbəblərdən bloklana bilir və sonra yadımıza düşürsə əgər heç bir problemli bir hal hesab olunmur. Dediyim kimi, müxtəlif formalarda özünü göstərir, yada düşmür və yaxud dilimin ucundadır. Bu şəkildə pasiyentlər ifadə edir. Doktor, bəzi xatirələri çox aydın, bəzilərini isə tam unuduruq. Yəni, beyin nəyi seçir, nəyi silir, bu proses necə olur? Ümumiyyətlə, bəzən görsən ki, bax, uşaqlığımızda elə bir hadisəni xatırlaya bilirik ki, əslində uzun illər keçib uşaqlıq. Amma, məsələn, yaxın müddətdə olan bir hadisəni istəyirik yadımıza salaq, alınmır və yaxud da əksinə. Bəli, bilirsiniz, beyin bütün məlumatları qəbul eləsə, beyin dolar.
və fokuslanma çətinlik yaradar. Beyin lazım olan məlumatları qəbul edir. Lazımsız məlumatlar qısa müddətdə, müvəqqəti olaraq yadda saxlanılır və sonra unudulur. Ümumiyyətlə, uzun müddətli yadda qalması üçün hansı şərtlər var? Birinci, emosional hadisələr uzun müddətli yaddaşımıza, yəni arxivə həkk olunur. Növbəti bir məlumatı diqqətlə oxuduqda yaddaşımıza daha yaxşı həkk olunur. Növbəti mənalı, daha mənalı olanlar yaddaşımıza daha yaxşı həkk olunur və təkrarlamaq. Bir məlumatı dəfələrlə təkrarladıqda daha yaxşı həkk olunur. Ümumiyyətlə, yaddaş növlərini deyim, bu da vacib bir məsələdir. Var qısa müddətli yaddaş, var uzun müddətli yaddaş. Qısa müddətli yaddaş nədir? Bu zaman qısa müddətli yaddaş hardasa bir neçə saniyədən bir neçə dəqiqəyə qədər davam edir. Məsələn, telefon nömrələri müvəqqəti olaraq yadımızda saxlayırıq, sonra unuduruq. Var uzun müddətli yaddaş, dediyim kimi, yəni arxivləmə. Uzun müddətli yaddaş isə aylar, illər və hətta ömür boyu davam edə bilən bir yaddaşdır. Uzun müddətli yaddaşın da iki növü var. Deklarativ və qeyri-deklarativ. Bunlar nədir? Loro dildə pasientlərimizə izah edeyim. Biri şuurlu yaddaşdır. Yəni, tarixlər, hadisələr, müxtəlif tarixlər, adları yadda saxlamaq bu şuurlu şəkildə deklarativ yaddaş adlanır. Bir də var qeyri-deklarativ yaddaş, yəni bu şuursuz şəkildə yadda qalır. Müxtəlif bacarıqlar olsun, müxtəlif vərdişlər olsun, məsələn, velosiped sürmə, digər bacarıqlar, digər vərdişlər, bunlar qeyri-deklarativ, yəni şuursuz şəkildə yadımızda qalır. Hər ikisi uzun müddətli yaddaşa xasdır. Bayaq orada dedim yaddaş zəifliyinin səbəblərini belə qeyd edeyim də. Bəzən pasientlər bizə gəlir, doktor, mən müayinəyə ehtiyacım yoxdur, bir dənə yaddaşım zəifdir, ona bir dərman yazın və yaxud bu pasiyenti yoxlayıram, başqa diaqnoz qoyuram, yanında pasiyent yaxını bizə bildirir ki, doktor, mənə də bir yaddaş dərmanı yazın, çıxım gedim. Yaddaş dərmanı deyə bir şey yoxdur. Yaddaş dərmanı apteklərdə satılsaydı, hər kəs alardı, içərdi, yüksək ballar toplayardı və hər kəs çox yaddaşı möhkəm olardı. Unutqanlıqdan əziyyət çəkməzdir. Belə bir şey yoxdur. Yanlış olaraq bəzən, indi demirəm hamısı, amma bəzən üstündə beyin şəkli olan dərmanlara aldanırlar, yaddaşım yaxşı olacaq deyirlər, onları qəbul edirlər. Yaddaş zəifliyinin səbəbləri çoxdur. Məsələn, bir uşaqlarda qavrama yaddaş zəifliyi 4-5 yaşında başqa səbəblərdən ola bilər, böyüklərdə başqa səbəblərdə, yaşlılarda başqa səbəblərdə, yaşlılarda beyin qan dövranının pozulması ola bilər, yaşlanmaya bağlı ola bilər, demensiya, Alzheimer ola bilər. Yəni, hər kəsin dərmanı ayrıdır. Biz müayinə edirik, sizdə niyə yaddaş zəifləməsi var? Onu deyirik, o şəkildə müalicəsini edirik. Hətta 2 eyni yaşda pasiyent daxil olsa belə səbəbləri başqa ola bilər. Biri beyində ciddi üzvü patologiya ola bilər. Birində isə sadəcə depressiya, yorğunluq və yaxud təşviş, həyəcan, panik atak fonunda unutqanlıq ola bilər. Ona görə müayinə sonrası mütləq deyirik ki, yaddaşınız nədən zəifləyir. Çox gözəl anlatdı Jaylə xanım, rəf-rəf onları doldurdu. Amma suallar hələ bitməyib, sizin də suallarınız var. Sadəcə mən çox səbirsizlənirəm bu testi etməyə. Ötən dəfəki test dediyim kimi, həm efirdə, həmçinin də daha sonra biz Sağlam Gün Həyatı və Instagram səhifəsində o paylaşımı etdik. Çox maraqlı oldu. Yeri gəlmişkən, bugün bu testi də Instagram səhifəmizdə, elə Jaylə xanımın Instagram səhifəsi ilə bərabər müştərək olaraq paylaşacağıq inşallah. Görək nəticələrimiz necə olacaq. Jaylə xanım, kağızımız hazır, qələmimiz hazır. O zaman hər kəsin kağızı və qələm hazırdırsa, mən testə başlayım. Öncə də deyəcəm hansı bal. Qeyd eləyin, 10 sual olacaq. 10 sual üçün yer saxlayın kağızınızda. 10 sual. 10 sual olacaq, bəli. 0 bal verəcəksiniz, heç vaxt deyirsinizsə suala 0 bal. Heç vaxt 0-dır. Heç vaxt 0. Onu da yazın, bəli, dəyərli izləyicilər. Onu da yazın ki, heç vaxt 0 bal. Heç vaxt 0 baldır. Bəzən deyirsinizsə 1 baldır. Tez-tez deyirsinizsə bu 2 baldır. Bunu hər dəfə xatırlatmayacağım, insanları yormayayım. Yazın belə məndə, mən görsənəcək. Bəli, o şəkildə yazın. Heç vaxt 0, yadınıza salaram, bəzən 1, tez-tez 2 bal. İndi isə keçək suallarıma. Bu arada özüm hazırlamışam və ilk dəfə sizin efirdə təqdim edirəm yaddaş testimizi. Əllərinizə sağlıq. Hər kəs də eləsin, bəli. Buyurun. Birinci, son zamanlar tez-tez unutqanlıq hiss edirsiniz. Qeyd eləyin. Sonda o sayları sayacağıq. 0 bal heç vaxt, 1 bal bəzən, 2 bal tez-tez. Sonda bu sayları sayacaq, hər dəfə təkrarlamayacağım. İkinci, adları və ya yeni tanış olduğunuz insanları yadda saxlamaq çətindirmi? Üçüncü sualımıza keçək. Gündəlik etdiyiniz işləri, qazı söndürmək, qapını bağlamaq və s. unutduğunuz olur. Dördüncü sual, danışarkən söz tapmaqda çətinlik çəkirsiniz.
5-ci sual. Yaxın keçmiş hadisələri xatırlamaq çətindir, amma köhnə xatirələr yadınızdadır. 6-cı sual. Yuxunuz keyfiyyətlidirmi, yoxsa tez-tez oyanırsınız? 7-ci sual. Stres və gərginlik yaddaşınıza təsir etdiyini hiss edirsiniz. 8-ci sual. Diqqətinizi toplamaq sizə çətin gəlir. 9-cu sual. Eyni sualı və ya mövzunu təkrar etdiyinizi sizə deyən olubmu? Və nəhayət 10-cu, sonuncu sual. Ailənizdə yaddaş zəifləməsi və ya Alzheimer xəstəliyi olan varmı? Suallarımız bitdi. Bitdi. İndi ballarımızı hesablayaraq. Zəhmət olmasa o 0, 1 və 2 balları toplayın. Rəqəminizi hər kəs yadınızda saxlasın. O rəqəmə uyğun sizdə hansısa unutqanlıq varmı, yoxmu? İndi mən açıqlayacağım. Nəticələri qiymətləndirək. Hər öz balını hesabladı, Bəli, asandır. Yəni toplayın. 0-1-2 artıq hesabladı. 0-5 bal normal. Yaddaş funksiyası qənaətbəxşdir. 6-10 bal yüngül zəifləmə. Stres, yuxusuzluq, təşviş, anksiyetə və ya depressiya ilə bağlı ola bilər. 11-15 bal orta dərəcəli problem hesab olunur. Mütləq nevroloji qiymətləndirmə məsləhət olunur. 16-20 bal ciddi risk, erkən mərhələ Alzheimer xəstəliyi və digər koqnitiv pozuntu ehtimalı var. Mən onda yazdım ki, bax burada 0-5 normal. 8 bal yüngül, yəni sadəcə stres, gərginlik, yuxusuzluq fonunda. Mən bilirəm artıq ki, yüklənmə, qaça-qaç hər gün ona görə normaldır. Amma insan hiss eləyir bəzən, gördüyünüz kimi. Bəzən unutqanlıqlar, diqqət yayınıqlığı hiss edir. İndi yoxlayacaqsınız. Yox, əgər 11-dən yuxarıdırsa doktor, demək artıq 11-15-dirsə artıq nevroloji qiymətləndirmə mütləq həkimə. Sizin vəziyyətinizdə ehtiyac yoxdur, 8-də ehtiyac yoxdur. Sadəcə yorğunluq, stres aradan qalxmalıdır. Amma 11-15 balda orta dərəcə, artıq 16-20 balda ciddi riskdir. Çox maraqlı bir test oldu. Jailə xanıma mən təşəkkür eləyirəm. Çox sağ olun. Düşünürəm ki, indi hər kəs bu ölçümü biləcək. Çünki çox zaman bizdə olur, ay falan şeyi unutdum, mən yaddaş zəifliyindən əziyyət çəkirəm. Amma bu test tamamilə bizə bunu belə deyim də ətraflı öyrənməyə kömək edir. Bəzən pasientlər gəlir, deyir ki, mənim yaddaşım əladır, sadəcə diqqətim dağınıqdır. Yoxlayırıq, həqiqətən elə də ola bilir, amma bəzən həqiqətən ciddi yaddaş problemi rast gəlinə bilər. Və yaxud bəzən də pasient deyir ki, doktor, mənim yaddaşım heç yoxdur, amma yoxlayırıq. Müayinələr sonrası deyirik ki, yox. Sizin yaddaşınız qənaətbəxşdir. Sadəcə dediyim kimi, beyniniz hədsiz yüklənib informasiya ilə özünüz yorulursunuz, yuxusuzsuz bu səbəblərdən. Ona görə müayinələr, anamnez pasiyentlə çox önəmlidir. Əslində bir sual verəcəkdim. Bu test sayəsində o sual yox oldu beynindəki. Hər unutqan insan xəstə hesab olunur. Əslində bu testlə biz onu da müəyyənləşdirə bilərik. İstəyirəm ona daha aydın cavab verim testdən əlavə olaraq. Unutqanlıq həm gənclərdə görürük, həm də yaşlılarda görürük. Gəlin deyim, nə zaman artıq həkimə müraciət etməlisiniz. Gənclərdə əgər tez-tez sualı təkrarlama varsa, yeni məlumatları tez-tez yadından çıxarırsa, işinə, ailəsində konsentrasiya olmada çətinlik çəkirsə, söz tapmaqda çətinlik çəkirsə, artıq gənclər həkimə müraciət etməlidir. Yaşlılarda hansı problemlər olur? Hesabları, tarixləri qarışdırır, tarix, yerlər və yaxud gedəcəyi yolu itirir, insanların üzünü xatırlaya bilmir, yadından çıxarır, dediyim kimi qarışdırır. Bu şəkildə hallar varsa, yaşlılar da artıq mütləq həkimə müraciət etməlidir. Bir də gündəlik həyatımızda olan kiçik stresslər, böyük stresslər, bəzən yəni həyatda hər şey ola bilir, müəyyən travmalar. Bunlar necə yaddaşı gücləndirir, yoxsa əksinə zəiflədir? Bəli, uzun müddətli stressə məruz qalmaq, əvvəllər belə deyim də, həkimlər də, digər mütəxəssislər də stressdən uzaq ol deyirdilər, amma bu mümkün deyil. Doğru bir cümlə deyil ki, pasiyentə deyək ki, stressdən uzaq ol, mümkün deyil. Yəni hər kəs stressə bir dönəmdə məruz qalır. Sadəcə stresi düzgün idarə etmək lazımdır. Yəni artıq özünüzü stresi düzgün idarə etmirsinizsə, biz sizə kömək eləyərik və stres, bəli, uzun müddətli stres zamanı beyində stres hormonu olan kortizol artır. Bu da birbaş yaddaş mərkəzi, hipokampın fəaliyyətini zəiflədir və yaddaşımıza təsir eləyir. Uzun müddətli stres. Travmalar necə təsir eləyir? Orta səviyyəli travmalar
yəni yaxşı təsir eləyir hardasa. Orta səviyyəli travmalar zamanı beyində belə deyim də yaddaş mərkəzi amigdala, hipokampus və prefrontal korteksdir. Amigdala və hipokampus birgə fəaliyyət göstərir, fəaliyyətləri artır. Yəni orta dərəcəli travmalarda yaddaşımız daha yaxşıya köklənir. Amma ağır dərəcəli travmalarda əksinə, yəni burada dediyim kimi stres hormonu artır, hipokampun fəaliyyəti zəifləyir və yaddaşımız zəifləməyə başlayır. Daha çox bunu hansı hallarda görürük? Post-travmatik stres pozuntusu zamanı görürük. Yəni travmadan sonra bir özünə qapanma, bir ciddi travmalar özünə qapanma, bu da unutqanlığa ciddi şəkildə gətirib çıxara bilir. Doktor, bir də bax bu sosial şəbəkələr hal-hazırda telefon hər birimizin əlindədir və gün ərzində uzun saatlar telefonla keçiririk bərabər. Və orada müəyyən videolar var, qısa videolar, reelslər belə deyirlər. Onları vərəqləyirik. Bax onları belə tez-tez bu müxtəlif səpkili videolar, biri gülməli, biri ağlamalı, biri qorxulu. Bax bu videolar bizim diqqət və yaddaşımıza necə təsir göstərir? O qədər gözəl sualdır ki, müasir zamanı üçün. Belə deyim də, bu qısa videolar və sosial şəbəkələrin desəm ki, ziyan da olmaz, səhv demiş olaram. Sadəcə düzgün istifadə vacibdir. Düzgün istifadə etmədikdə əlbəttə ki, ziyandır. Çoxlu niyəsini deyəcəm indi, amma düzgün istifadə etsək, informasiya amaçlı və s. səbəblərdən əslində xeyirdir. Hansı hallarda, belə deyim də, bu qısa videolar scroll refleksi deyirik də, baxırıq, çeviririk, bu xoşuma gəlmədi, növbəti deyirik, qısa-qısa bunlara baxırıq. Əslində, qısa videolara baxdığımız zaman yeni görüntü, yeni səs, yeni informasiya daxil olur və bizim beynimiz daha asan və sürətli stimullara alışır. Sonradan həmin insan daha diqqət tələb edən ağır işlərdə artıq ona darıxdırıcı gəlir. Çünki artıq öyrəşib, dediyim kimi, fırladır, bu xoşuma gəlmədi, zaten yenisi gələcək deməklə. Nəticədə nə olur? Nəticədə olur ki, bu xoşuma gəlmədi, fırlatdıqca səbr azalır. Şəxs olur səbirsiz, diqqəti yayılır, diqqət əskikliyi yaşayır, istifadə etmək olar. Amma tez-tez belə çevirdiyimizdə beynimizə ziyandır. Baxırıqsa, saxlayırıqsa həmin videoda, oradan hər hansı bir informasiya alırıqsa və yaxud özümüzdə qeydlər aparırıqsa, bu həqiqətən yaddaşımıza xeyirdir. Ona görə düzgün istifadə çox həlledicidir. Doktor, çox baxanda sanki insanın beyni yorulur. Bəli. Beyin sanki, belə deyim də, yorulur. O qədər informasiyanı bir anda qəbul edir. O gün bir belə məlumat oxudum, deyir, dədə babalarımızın, yəni lap babalarımızın babalarının ömür boyu əldə etdiyi məlumatları biz bugün bir günün ərzində əldə edirik. Çünki daim olaraq telefonda hər yerdən xəbərimiz var, dünyadan xəbərimiz var. İndi hətta belə xəbər alırıqsa, lazımdır o bizə. Bəli, o məlumatları biz daha çox alırıq. Ona görə indiki insanın beyni əvvəlki insanın beynindən tamamilə fərqlənir. Fərqlidir. Çünki burada tez-tez çevirdiyimizdə o scroll refleksi deyirik. Tez-tez çevirdiyimizdə, yəni süni olaraq dopamin artır hər dəfə. Biz də özümüzü daha xoşbəxt, sevincli. Amma dediyim kimi, informasiya hər birimiz istifadə edirik. Yəni, kimsə deyə bilməz, hər birimiz istifadə edirik sosial şəbəkələr, Instagram, YouTube. Amma yararlı şəkildə istifadə etsək, bəli, beynimizə çox xeyirdir. Bax, yaddaşlardan danışdıq həm də. Mən istəyirəm ki, qısa müddətli yaddaşla uzun müddətli yaşı fərqləndirək. Ümumiyyətlə, nədir bax bu yaddaşlar? Çox işlədilir belə ifadələr. Bayaq toxundum, bəli, uzun müddətli yaddaş. Ümumiyyətlə, yaddaş mərkəzini aydınlaşdırım, pasientlərimiz deşsin. Yaddaş mərkəzi birinci hipokampus yaddaşımıza birbaş nəzarət edir. Hipokampus nəyə nəzarət edir? Yeni məlumatların qəbul edilməsi və saxlanılması. Növbəti amigdala. Amigdala emosional hadisələrin, emosional yaddaş hesab olunur və növbəti prefrontal korteks bu zamanda işçi yaddaş, belə deyim, qabiliyyət, hər hansısa bir diqqət və işçi yaddaş nəzarət eləyir. Uzun müddətli, qısa müddətli yaddaş, bayaq dediyim kimi, qısa müddətli yaddaş müvəqqətidir. Bir neçə saniyədən dəqiqəyə kimi məlumatı saxlayır və sonra unudur, arxivlənmir. Uzun müddətli yaddaşda isə illər, aylar, bəzən ömür boyu davam edir və bayaq dediyim kimi şuurlu və şuursuz uzun müddətli yaddaş olur. Ona görə fərqlənir. Hal-hazırda tamaşaçılarımız da suallarını yazırlar və sizdən məsləhətlər istəyirlər. Bu, məsələn, gündəlik həyatımızda həm doğrular olur, həm də səhvlərimiz olur. Məhz yaddaşla bağlı biz hansı səhvləri edirik bax bu həyatımızda? Yaddaşla bağlı hərəkətsizlik. Birinci deyim, daim oturma, oturaq həyat dərsi, hərəkətsizlik. Yəni, yaddaşımızı zəiflədir. Zəiflədir, birbaş yaddaşımızı zəiflədir. Doğru olmayan qidalanma, düzgün olmayan qidalanma, stres ola bilər,
bir neçə işi eyni vaxtda görməyə çalışmaq, bu da yaddaşımıza təsir eləyə bilər. Yuxusuzluq təsir eləyə bilər yaddaşımıza. Stres, dediyim kimi, stres qaçınılmazdır, sadəcə stresi idarə etmək lazımdır. Yuxusuzluq dediyim kimi, stres, bunu səhvləri ediriksə, əlbəttə ki, yaddaşımızda problem olacaq. Bir də mütləq yaşlananda hər kəs Alzheimer olacaq, yaddaşını itirəcək deyə bir şey yoxdur. Ümumiyyətlə belə deyim, unutqanlıq başqadır Günay xanım, yaddaş zəifliyi başqadır. Unutqanlıq əslində normal hesab olunur. Çünki bir şeyi qoyduğumuz, məsələn, açarı hara qoyduq, otağa niyə gəldik, qoyduğumuz əşyanı unuduruq, bu normal hesab olunur. Çünki unutduqdan sonra beyində müəyyən funksiyalar olur ki, yenidən o məlumatı xatırlaya bilirik. Amma yaddaş zəifliyi isə bu, yəni dediyim kimi, sözü tapmaqda çətinlik çəkir, yola azır, eyni sualı təkrar verir. Bu artıq patoloji hesab olunur. Mütləq müalicə olunmalıdır. Amma yenə deyirəm, hər yaşlananda Alzheimer olacaq, yaddaşımız itəcək deyə, demensiya olacaq deyə bir şey yoxdur. Əsas risk qrupunda olanlar nəsildə, genetikada Alzheimer xəstəliyi varsa, vaxtında yaxşı olar ki, şəxs profilaktik müayinələr etdirsin. Çox gözəl məqama gəldik, çatdıq. Mən düşünürəm ki, bu mövzunu yekunu olacaq bu sual. Doktor, bax, yaddaş zəifləməsidir də mövzumuz. Hansı hallarda artıq bu hal təhlükəli hesab olunur? Dediyim kimi, söz tapmaqda çətinlik varsa, daha çox köhnə xatirələr xatırlanıb, yeni məlumatlar yadda qalmırsa, yəni gəlir, qəbul edir, yaddaşı yanında qalmır. Yolu itirirsə, insanların üzünü qarışdırırsa, əşyaların yerini qarışdırırsa və yaxud tarixləri, adları unudursa, mütləq nevroloqa müraciət etmək lazımdır. Mən çox təşəkkür edirəm Jalə xanım sizə. Bu test üçün də ayrıca təşəkkür və bugün bu testi paylaşacağıq Sağlam Gün Həyatı və Instagram səhifəsində. Həmçinin dəyərli doktorumuzun Instagram səhifəsi ilə müştərək nevroloq Jalə Qarayev axtarışa verib. Siz də doktorumuzun səhifəsini izləyə bilərsiniz və Jalə xanım daim çox maraqlı mövzularla, həmçinin testlərlə görüşümüzə gəlir. Minnətdaram bu dəyəriniz üçün. Var olasınız. Var olun siz də. Bir daha qeyd edim. Dəyərli Jalə Qarayeva ilə əlaqə nömrəsi ekranlarınızda 050-363-1002. Həm uşaqlar, həm də böyüklər müraciət edə bilər nevroloqumuza müxtəlif problemlərlə bağlı və təbii ki, erkən müraciət hər bir halda işinizi yüngülləşdirəcək və canınızı qurtaracaq. Ona görə həkimə getməkdən çəkinməyin. Qısa fasilədən sonra daha bir həkim mütəxəssisimizlə qarşınızda olacağıq. Gözünüz bizdə olsun.